Şəxsiyyət hansı bölümdədir? Prefrontal korteks əsaslanır. Frontal olmasın o? Yox, frontal deyil. Amigdala, prefrontal korteks, frontal korteks. Bunların hər birinin buna əsası var. Amma Səhmət Thomas kitabı göstərdi. Deyik, mən hal-hazırda bunlara girməyim məndən. Mən o deyiləm ki, sən mənə Az göstərdən de, az göstərdən de. Yəni gülməli durumda olan mən deyiləm də. Yəni deyim bilə. Az göstərdən. Səhmət Thomas az göstərdi. Mənə prefrontal korteksdə olduğunu açıb göstərəcəm. Nəyi göstərsin, başa düşmə. İcazə ver. Kitabı deyirəm, nəyi deyəcəm? Fəsad deyir bunun içi uşaqlar. Gözləyirəm. Prefrontal korteksdə olduğunu gözləyirəm. Hə, yaxşı, icazə ver. Bax dostum, icazə ver, danışarıq orada. Sən birinci dedin ki, şuuru maddə olmayan nə ilə indeksləyirsən? Düz, reduksiya edirsən. Hə, yaxşı da yoxdur belə fərq. Adam nə deyir, ona oturub izah eləyirəm. Bu arada məlumat üçün verim, aşağıdaşlarda bilirsin, sən də bilərsən. Frontal lobdadır şəxsiyyət. Şəxsiyyət frontal lobdadır. Frontal. Onda sən cahil, niyə, bax, cahil addımı, mən şəxsiyyətə hücum eləmirəm. Niyə cahil addım atırsan, əgər belə ağıllısansa? Niyə temporal korteksi, temporal lobu gətirdin bizə? Yeməsəydin. Bu sənin cahilliyi bildirər. Ay qaqaş, beyin bölümlərinin hansı funksionallığı daşıdığını bilirsənmi, bilmirsənmi? Sənə burada deyirəm ki, dərs keçdim, incə az öncə. Temporal Tamam, şəxsiyyət haradaydı? Bəs deyirəm ki, bax, bura aiddir. Şəxsiyyət anlayışı haradaydı? Beynin ön amigdala hissəsinin. Şəxsiyyət anlayışı hansı lobdaydı? Prefrontal korteksin. İcazə ver. Sevik. Sənin loblarından öpürəm. İcazə ver, cavab verirəm. Bax, insan beynində şəxsiyyət anlayışı bir yerə aidiyyəti yoxdur onun. Temporal lobunda problem olan adamda şəxsiyyət formalaşmır. Temporal lobunda problem olan insanda sənin temporal lobu var. Temporal lobunda problem varsa şəxsiyyət formalaşmır. Dolayısıyla maddəsəl bir problemdir bu. Bravo. İcazə ver. Səni təbrik edirəm. Mən də deyirəm ki, elə bax, həm temporal lobdan, həm prefrontal korteksdən, həm amigdaladan, hamısından asılı olaraq yekdil vahid bir mən anlayışı insanda necə formalaşır? Məndən soruşsa? Əlbəttə ki, izah elə də, səndən soruşmalıyam. Kimdən soruşmalıyam? Mən də səndən soruşduğum şey cavablarda bir dənə zəhmət olmasa. Beyni maddə xaricində nəyə indeksləyirsən, nəyə yönləndirirsən? Cavab verdin ki, sualıma. Sən cavabı gözləyirəm, mən. Sevik, birinci mən sual vermişəm. Niyə sualıma cavab verməmiş? Xeyr, cavab verəcəm mən ona. Amma sən zəhmət olmasa beyni nəyə, nəylə izah edirsən maddə xaricində? Öncə sən cavab ver ki, sonra mən beyindəki bütün fəaliyyətlər, neyron fəaliyyətlər, neyronların və sinapsların ateşlənməsi ilə, neyrotransmitterlərin difuziyası ilə baş verir. Hər bir fəaliyyət bəlli bir kombinasyondur və bu kombinasyonlar zaman içində, illərlə zaman içində böyüdükcə əldə olunan subyektiv təcrübə ilə formalaşır. Bəlirli bir kombinasyondur. Zəhmət olmasa indi sən cavab verməyə görüm. Beyni sən maddə xaricində nə ilə izah edirsən? Tamam. Bax, dediyindəki xətaları anlamırsan. Sən deyirsən ki, necə yəni? Məsələn, əzizim, müntəzir. Bax, bu belə olan şey deyil. Bunu yeməzlər. Mən sənin qabağında duran uşaq deyiləm. Zəhmət olmasa mənə denən görüm, beyni maddə xaricində nə ilə izah edirsən? Adam hər şeyə cavab verir, mənim suallarımdan başqa. Sualıma cavab verdim, zəhmət olmasa. Tamam da, bax, cavab verdin sualın, cavab verirsən. Aşağıda sən şeylərin var. Aşağıda sən əhsən yazanlar da sən ağılda deyək. Belə pis başa düşmür. Əmin ol ki, aşağıda mənə əhsən yazanları bilmirəm, amma mənə söyənlər onu bil ki, Çevik, mənim hamısı test sistemimdən çıxıblar, yəni deyim biləsən. Zina eləmsən yəni. Təəssüf olsun, ayda. O zaman sən zinakar qadından evlənməlisən. Yox, mən tövbə eləmişəm. Onda zinakar qadın da tövbə eləyib, nə qarəsən? Eləyib, nə var ki burada? Bravo, xoşbəxt olasan. İndi buyur, beyin və maddə. Tamam, qardaş. Nəysə, bizə görə insanları seçmirik. Biz irqçi və sair humanist insanlarıq. Biz üçün bizim dinimiz belə bir dindir zaten. Biz insanları kənarlaşdırmırıq özümüzdə. Nəysə, əlqərəz. Yəni problem yoxdur. Sən südbaz qardaş evliliyi eləyə bilərsən də. Nə var ki burada? Mən də ondan eləmirəm ən azından. Burada anlayırsansa yaxşı işsən. Nə var ki burada? Mənim dinim deyir haramdır. Sən nə deyir o? Dən dəydi də, söhbət belə. Problem deyil, dəyən dərdi, o tərəfdə də sürtən sürtdü, problem deyil. Deyirəm ki, Çevik, bax bir dənə bu məsələni aydınlaşdıraq da gəl. Bu mən anlayışının insanda formalaşması. Bunu bir dənə izah elə görə. Getmişsən, o fars şeylərindən deyil, tabii sən rahat ol. O fars müştəhid. Biz niyə hər gün sürtmək məsələsini açırsınız, ayda? Nətə söhbət, başa düşmədim. Əqidəvin bir bölümü ona xidmət eləyir də.
əqidəmin bir bölümü deyil. O xüsusən bir təqlid edən müqəllidlərin etiqad etdiyi bir məsələdir. Məsələ onlarla. İndi cavab ver də, sualımıza cavab ver. Çeviç, insanın Sualıma mən cavab anlayışı verdim. necə Şəxsiyyət formalaşır? anlayışı. Bax, qol amputasyonunda şəxsiyyət anlayışı pozulmur. Barmaq amputasyonunda şəxsiyyət anlayışı pozulmur. Baş Bəs onda insanı mən eləyən deməli nədir? Qulaq as da, qulaq as. İzah eləyirəm, qulaq as. Niyə qışqırsan? Yenə başlama. Deyirəm ki, şəxsiyyəti təmin edən şey beyindəki subyektiv təcrübəni yaradan neyron kombinasyonlarıdır. Kombinasiyalar. A nöqtəsindən, yəni A yaşından 0 yaşdan bəlli bir yaşa gələnə qədər, şəxsiyyət tam formalaşana qədər bunlar kombinasyonlarla qurulur. Neyron kombinasiyaları, sinaps atəşlənmələri, molekulyar səviyyədəki kimyasal dəyişikliklər, hormonal dəyişikliklər, bəzi bölümlərdə amigdalada kortizol, sevgi məsələlərində oksitosin və s. vazopresin kimi reseptor və ya hüceyrə. Vazopresinin sevgiyə nə dəxlisi var? Çox dəxli var. Bir cür vazopresin qadınlar. Ay, heç dəxlisi yoxdur. Qardaş, ağzına nə gəldi danışırsın? Deyən görə vazopresini izah elə. Qadınlar, uşaqlar və cinsəllik. Ay qardaş, sevgi təmini, gəl deyim bax, adrenalin, serotonin, Qulaq, vazopresinin qadınlarda hansı dəyişiklik yaratdığını. Qadın nədir? Qadın ana övlad bağlantılarını necə təmin edir? Qulaq as da bir dəqiqə. Yavaş da. Qoy versin Allah'ın. Kitabı məndən fırlatmısan, gedib bir oxumamısan. Heç onu oxuyardın o kitabı. Mən qulaq as, yaxşı, ən azından heç olmasa sən də mən verdiyim kitab oxuyardın. Da boyda fəlsəfə kitabı. Kitabı oxumuşam mən. Fəlsəfə bilirsən. Bəs onda niyə sorma cavab vermirsən? Sakin cavab verirəm, gözlə. Bax, bəlli hormonal dəyişikliklər, bəlli kombinasyonlar. Bu arada uşaqlar sevişmə kitab hədiyyə eləyib, ha, deyim biləs, beyin kitabı. Nə olsa mən də səndən almışam, hə. Deyirəm ki, sualı niyə yayındırırsan? Qoy cavabını verək də, canım gözüm. Danış, nə deyirəm ki, deyirəm sevişmə kitab hədiyyə. Şəxsiyyət anlayışı, yeni köçürü, şəxsiyyət anlayışını təmin edən şey neyron kombinasiyaları. Kəşf verdiyi kitabı oxuyur. Bu tamamən maddəyə məhkumdur. İndi sən mənə cavab olaraq maddə xaricində şuuru izah elədə bir dənə. Sən də rahatlaş, mən də rahatlaşma. Qardaş, mən deyirəm ki, insanın mən anlayışı onun fitrəti xüsusiyyətidir. Necə ki, körpə bir uşaq özündəki mən anlayışını necə formalaşdırdığı kimi. Yəni, sənin amma ən başda dediyin şiddətli bir xəta var ki, bunu bir icazə ver, xahiş edirəm, kəsirsən axı. Fitrət açıqlada insanlardan. Kəsmə. Qardaş, kəsmə. Ay qardaş, yavaş da. Sözümü kəsmə də. Nə olur, sözümü niyə kəssən ki? Fitrəti izah elə də, çünki mən söz deyəndə sən deyirsən falan şey izah elə. Yo, mən belə demirəm. Deyirəm ki, bax, qulaq as. Fitrət nə idi? Mən potensial olaraq səni 07 buferi kimi fikirləşsəm, sən 07 bufersən onda. Yox. Fitrət nə idi? Necə yox? Sən demədin ki, subyektiv fikrimizə görə mən anlayış formalaşdırdım. Təcrübə dedim, fikir demədim. Bu bir təcrübələr əsasında. Bir cümlələrimi yaxşı. Mən subyektiv təcrübəmə görə sən 07 buferisən. Empirik reallığı dəyişdirmir axı bu. Səni sadəcə şizofren etibar eləyə bilər. İndi zəhmət olmaz. Sən bunu nəyə əsasən deyirsən? Bu 3-cü atominən xətasıdır. Bu 3-cü atominən xətasıdır. Yayınmağa gələndə elə belə başlayırsan. Ay qardaş, sən məndə debat eləyirsən. Yaqışqırmağa, ya da ki söhbəti fırlatma. İndi zəhmət olmasa fitrət nədir və hansı genetik atominən xətası? Şəxsi hücum xətası deyirlər buna. Bu fəlsəfə bilən qaqaş. İndi şəxsi hücum xətası denəndə, fərqli terminlər işlədəndə nə olur? Qəşəng bağ. Çünki bu rəsmi adı belədir. Qulaq as da zəhmət olmasa. Azərbaycan nə ilə fitrəti və beyindəki fəaliyyətləri maddə xaricində nə izah edirsən zəhmət olmasa. Maddə xarici ilə nə ilə izah eləyirsən demək, nə ilə izah eləmək. Bax, nə sualı zaten maddəyə qayıdır. Biz onu nə ilənsə izah etmirik. Biz onu elə maddədən ibarət olmayan şuurumuzla təyin edirik ki, bax, misal üçün, maddəyə adiyyəti olmayan qeyri-mümkünlük anlayışı. Mesela 3 bucağın 4-cü bucağının olması qeyri-mümkündür. Bunun qeyri-mümkünlüyü əslində bu ontoloji olaraq mövcuddur. Qeyri-mümkünlük. Misal əxlaq. Canım gözüm, nə qarşısın? Ontologiya nədir? Bir də icazə ver də nə olar? Seviş, icazə ver. Və beyni maddə ilə izah eləyirsən. İzah deyil axı bu, nə ontologiya? İzah eləm də, icazə ver. Bax, necə ki biz əxlaqın, qeyrətin, namusun ontoloji olaraq mövcud olduğunu deyirik, amma bunları maddəsəl izaha düşə bilmirik ki, bu tam olaraq nədir? Yəni mahiyyətinə çata bilmirik. Sən düşəmsən. Sadəcə sən izah edirsən ki, əxlaq nədir maddə ilə? Əlbəttə ki, izah eləyirəm.
Onda bizə zəhmət olmasa qeyrət anlayışının maddədən ibarət olduğu halda niyə hər bir dənə tarifin ver, bilək görək söhbət nədən gedir, sən bilmiş olarsan. Hə, qardaş, bax deyirəm ki, mənə bir dənə biologiyadan bir dənə əsas gətirir ki, biologiyanın hər hansısa bir sahəsi, fizikanın, neyrobiologiyanın maddəsəl bir dənə əsas gətir ki, bizə desin ki, bu şey əxlaqlıdır, bu şey əxlaqsızdır, bu şey olar, bu şey olmaz. Hədə yaxşı. Hədə yaxşı, buyur. Bax, qeyriyyət dediyin şey sahiblənməkdir. Yaxın ailə üzvlərinin, qan qohumlarla və ya bağın olduğu, sevgi və ya x bir bağın olduğu adamları sahiblənməkdir. Məsələn, indi dostu da sahiblənirsə, dostun da sənin qeyrətindir. Sən bax da, mən bilmirəm, mən savaş dostlarım mənim üçün qeyriyyət namus anlayışı ilə standart gedir. Dostumun kimsə güllə ilə vuranda qeyrəti vurmuş olur güllə ilə. Açıq, qeyrət anlayışı sahiblənməkdir. Aç, bax, bir bacarığın olsun. İndi gəldi ikinci. Qardaş, qeyrət nədir bilirəm, mən yaxşı bilirəm. Mən qeyrət sahiblənmək deyil, qeyrət. Sənə də demirəm. Bax, mən sənə də demirəm. Sahiblənmək deyil. Qeyrət sahiblənmək deyil. Bir hissəsi odur. Mən başa düşürəm. Sənin timsalında demirəm. Aşağıda bir çox müsəlman var. Mən də sənin timsalında demirəm. Sən bilirəm ki, bilirsən. Qulaq as, sənə demirəm. Çatda yazanlara deyirəm. Bir çox inancı yoldaş var orada. Qeyrət deyəndə qadının paçasının arasını falan nəzərdə tutur hər halda. Əsl istədikləri dildə cavab edim. İndi qulaq as, gəldik sənə. Tamam, indi icazə ver, xahiş edirəm. Nə olar? Bu izah edirəm. Dinləyirəm, söz verirəm, səni dinləyəcəm. Yo, dinləyəsən. İzahım. Təbii ki, dinləyəcəm də, bir dənə bunu deyim. Yo. Xahiş edirəm, bir dənə bunu deyim de. Olmadı da. Bir dənə bu ifadəni işlədirəm, deyirsən sonra. İcazə ver. Mən də deyirəm ki, mən sənə heç vaxt şəxsi aid eləmərəm o sözü. Mən sənə heç vaxt o sözü demərəm. Sən bizi danışdın. Bildim, mən də icazə ver də. Mən sənə, şəxsən sənə, sən bizim vətənimiz uğrunda döyüşmüş vətən müharibəsi iştirakçısısan və mən sırf buna görə, sırf bax elə minni buna görə sənə xüsusi bir hörmət qoyuram. Nəinki sənə, ümumiyyətlə bütün vətən müharibəsi iştirakçılarına və aşağıdan hər hansısa bir müsəlmanı, hər hansısa bir ateisti və ya məni və ya səni söyüb, təhqir edənlərin də qeyrət problemləri olduqlarını, sahiblənməkdən asılı olmadan qeyrət problemləri olduqlarını bilirik. İstisnasız məlumat. Buyurun, sizi dinləyirəm. Dəstəkləyirəm səni, həm fikirəm. İndi gəldi ikinciyə. Qeyrət dediyin şey sahiblənməkdir mənim qardaşım və bu biologiyada kifayət qədər geniş açıqlaması var. Biologiyada, antropologiyada, hətta tarixdə belə. Bioloji tərəfləri tam olaraq nə izah olunur? Bunun təkamül biologiyası ilə. Yerləşik həyata keçdikcə, ovçu toplayıcılıqda qəbilə qruplarıdır. Bu qruplar öz daxillərindəki ailə üzvlərini və ya yaxın qohumları sahiblənirlər. Mağara sisteminə keçdikcə ailə qruplarını və daxili qruplarını sahiblənirlər. Yerləşik həyata keçdikcə bu minimallaşır. Yəni dolayısıyla evlər bəlli bir sərhəd altına qalır, yəni çərçivə altına. Çöpərlər, qalalar və s. Yerləşir. Yerləşdikcə daxilində, ətrafında, ailə üzvlərində və qohumunda olan şəxsləri sahiblənməyə başlayır. Qeyrətin formalaşmasının təkamül biologiyası ilə və antropologiya ilə tam izahı budur. Bundan ötəri bir tır dolusu qaynaq var, istər akademik qaynaq, istər də tarixi qaynaqlar. Bu qədər sadədir bu. Qeyrət dediyin şey sahiblənməkdir və sən sənə yaxın olan ailə fərdlərini sahiblənirsən. Qeyrət dediyimiz şey təkcə ailə fərdlərinə deyil, ümumi milli səviyyədə də təyin oluna bilər. Necə ki, mən şəxsimdə kimin etirazı var, kim necə başa düşür, keyfi bilər. Mən Qarabağ məsələsini milli qeyrət məsələsi olaraq görürdüm. Çünki orada Azərbaycan qadınları istismar olunmuşdu, şiddətli işgəncəyə və zorakılığa məruz qalmışdı. Bu mənim üçün bir milli qeyrətin zədələnməsi və milli qeyrətin istismarı idi.